Tanınmış prodüser və Aparıcıya Dənizkənarı Bulvar İdarəsində vəzifə verilib. Dənizkənarı Bulvar İdarəsinin sədri Xanlar Ağalarovun müvafiq əmri ilə Mirsalam Mirsalamov idarənin strateji inkişaf və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Mirsalam Mirsalamov ATV telekanalında prodüser və aparıcı kimi fəaliyyət göstərib. O, telekanalda yayımlanan Süfrəmiz və canlı səs verilişlərinin həm aparıcısı, həm də ideya müəllifi olub. Səbail rayon ərazisində yerləşən Gülüstan qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar 1 oktyabr 2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanədək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq. Bu barədə Azəriqaz İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq. Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb. Hadisə Bakı-Qazax yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Məlumata görə yük maşınının yük yerində Azərbaycan ordusuna məxsus texnika olub. Faktla bağlı araşdırma aparılır.